Elman müəllim, Azərbaycan prezidenti bir məsələdə toxundu və bildirdi ki, müharibədən sonraki vəziyyət, yəni indiki vəziyyət, ümumiyyətlə indiki vəziyyətin necə inkişaf edəcəyi bundan sonra Ermənistandan asılıdır. Bu istiqamətdə Ermənistandan hansı addımları gözləmək olar? Bəli, yəni onun şansı varmı hələ də? Yəni şans həmişə var və vaxt var idi ki, heç bu 17 bətnlik sülh müqaviləsinin özü yox idi. Bu gün o var və həm də vaxt var idi ki, Ermənistan onun ayrı-ayrı bəndlərinə etirazını bildirir, razılaşmırdı. Bəli. Və sonda siz qeyd etdiniz ki, 15 bənd üzrə razılaşmışdı, 2 bənddə ayağını dirəmişdi, onu geri çəkilmək istəmirdi. Onlardan biri beynəlxalq məhkəmələrə qarşı ittihamlardan imtina ilə bağlı idi. İkincisi isə Ermənistan-Azərbaycan sərhədinin üçüncü tərəfin təmsilçiliyinə yol verilməməsi ilə bağlıdır. Söhbət Avropa İttifaqının dırnaqarası mülki missiyasından gedir ki, onun da fəaliyyətimiz bilirik, daha çox o cəsus fəaliyyəti ilə məşğuldur. Bax, bunlar, bu məsələlərdə də razılaşma əldə edilib ki, Ermənistan razı olub, yəni bizim şərtlərimizi qəbul edir. Və bu çox gözəldir. Bəs nə mane olur ona? Bunlar çox gözəl, amma mən bunu tam məsuliyyəti ilə deyirəm və mənim özümün gəldiyim nəticədə, subyektiv gəldiyim nəticədir ki, bugün Paşinyan ona görə sülh müqaviləsinin imzalanması ilə bağlı konkret addım atmır ki, onun başı üzərində bir 2026-cı ilin kabusu dolaşmaqdadır. 2026-cı il Ermənistanda parlament seçkiləridir. Və indi yazın gəlişində Ermənistandakı radikal qüvvələr, müxalifətçilər, revanşistlər təzədən o ayı, qış yuxusundan ayılan kimi onlar da ayılıblar. Və Paşinyana qarşı yenidən təzyiq kampaniyasına başlayıblar. Və xüsusilə də İrəvandan sonra Ermənistanın ikinci böyük şəhəri Gümrüdə yerli özünü idarə etmə orqanlarına seçkilərdə demək olar ki, bunu iqtidar da etiraf edir ki, onunla məğlub olublar. Yəni, onların alternatifi olan qüvvələr, əleyhtarı olan qüvvələr qalib gəliblər və bu halda Paşinyan düşünür ki, bizdən bax indi, məhz indi ölkədə parlament seçkiləri keçirilsəydi, bu nə deməkdir? Bu Paşinyan üçün çox böyük bir zərbə olardı. Ona görə də 2026-cı il dediyim kimi kabusu onun başı üzərindədir və o təbii ki, sülh bağlamaqdan maraqlıdır. O çox gözəl dərk edir. Onun komandası ona izah edir ki, sülh müqaviləsinə getsək, bu Ermənistanın iqtisadi nicatıdır. Ermənistan blokadadan çıxacaq. Ermənistanın dəmir yolları, avtomobil yolları işə düşəcək. İranla, Rusiyanın birbaşa əlaqələr yaranacaq. Bu Ermənistan iqtisadiyyatını vəziyyətdən çıxardacaq. Azərbaycan kimi inkişaf etmiş, regional bir güclə əlaqələr inkişaf eləyəndə, iqtisadi əlaqələr inkişaf eləyəndə Ermənistan da bundan qazanır. Zəngəzur dəhlizi işə düşən Ermənistan da bundan qazanır. Eyni zamanda Türkiyə ilə sərhədlər açılır və Türkiyə kimi böyük bazarla ünsiyyətə əlaqəyə girmək bu Ermənistan üçün hava su kimi lazımdır. Bunları doğrudan mı Paşinyan dərk etmir? Edir. Ancaq məsələnin qəlizliyi ondadır ki, o həm də onu dərk edir ki, bütün bu dedikləri hakimiyyət hərisliyində olan qüvvələr üçün qətiyyən lazım deyil. Bugün hansı qüvvələr ki, Paşinyan devirib, onun yerində əyləşmək istəyir, bu deyilənlər, bütün bu dividendlər, iqtisadi, siyasi və digər dividendlər qətiyyən onları düşündürmür. Də ki, hakimiyyətlə bağlı arzuları gerçəkləşsin. Buna görə də, bax, bu reallıq fonunda Paşinyan bir addım irəli atır. O məşhur əsərdə olduğu kimi 2 addım geri atır. Paşinyan manevr edir. Paşinyan birbaşa sülhlə bağlı konkret, radikal addımlar ata bilmir. O sülhdən danışır, ayrı-ayrı bəndlər üzrə razılaşmadan bəhs edir, amma paralel şəkildə daxili auditoriyaya bir mesaj göndərir ki, mən güzəştə getmirəm, mən kompromisə getmirəm, mən prinsipiyalam, mən qətiyyətiyəm, fikir verirsiniz, sərhəddə atəşkəsi də pozuram, əzələ nümayiş etdirirəm, fikir verirsiniz, mən sülhə gedirəmsə, bu qədər silahlanıram, istehkamlar qazıram. Yəni, məni qətiyyən siz güzəştə gedən, kompromisə gedən zəif siyasətçi kimi qəbul etməyin. Mən ölkənin milli maraqlarını daha çox düşünürəm kimi bir fon yaradır. Əslində bu fondur. Bu qətiyyən Paşinyana lazım deyil. Paşinyan məhəd dərk etmirmi ki, silahlanma yolu ilə Azərbaycanı məğlub etmək bu siyasi dəlilikdir. Doğrudan da siyasi dəlilikdir. 2020-ci ilin noyabr ayında 2-ci Qarabağ müharibəsində bizim yenilməz ordumuz Ermənistana qalib gələrkən bizim hərbi büdcəmiz 1,9 milyard dollar idi.
Ermənistan bu il müharibədən 5 il keçdikdən sonra 70% büdcəsini, hərbi büdcəsini artırıb 1.7 milyard eləyib. Amma bu günlər bizim hərbi büdcəmiz 5 milyard dollara gəlib çatıb. Fikir verin, 1.7 milyard dollarlıq hərbi büdcəsi olan Ermənistan və qarşısında 5 milyard dollarlıq hərbi büdcəsi olan Azərbaycan. Bu ölkə ilə, Azərbaycanla müharibə yolunu seçmək bu Ermənistanın sonunun başlanğıcı ola bilər. Ona görə hesab edirəm ki, bu dediyimiz reallıqları Ermənistan siyasi rəhbərliyi və Paşinyan dərk edir. Sadəcə o radikal qüvvələr, revanşist qüvvələr qarşısında manevr eləyir. Daxili auditoriya ünvanlanmış jestlər eləyir. Yəni o açıq şəkildə sülh istiqamətində konkret radikal addımlar ata bilmir. O, mən elə gəlir ki, 2026-cı ildə doğrudan da seçkilərdə Paşinyan qalib gələcəyi təqdirdə biz onun sülh prosesində artıq real addımlar atacağına şahidlik edə bilərik.